Salam hörmətli YouTube və TikTok izləyiciləri, axşamınız xeyir. Sizləri yenidən xoş gördük. Bura Gəncə şəhəridir. Gəncə şəhərində bax qarşıda gördüyünüz belə bir həyət evi kirayə verilir. Bir zal 3 otaqdır. Qiyməti 350 manatdır. Qiymətində bir balaca razılaşma olmalıdır. Hal-hazırda mən sizə maşın üçün qaraj göstərəm. Küçəsi asfaltdır. Bax bu cürdür. Deməli bu həyət evin növçülər kimi tanıdığımız ərazidə yerləşir. Keçmiş Əkbər marketdən hal-hazırda Almarketdən bu həyət evinə qədər olan məsafə maksimum 100 metrdir. Çox yaxınlıqdan, yəni Almarketin qarşısından 13 nömrəli marşrut işləyir. Burası hamamıdır. Bax bu cürdür. Hər nə görürsünüz hamısı təzədir, işlək vəziyyətdədir. Hamam ilə evin arasında olan məsafə isə gördüyünüz kimi təxminən 1 metrdir. Çox yaxınlıqda, deməli, 5, 34 və 43 nömrəli orta məktəblər yerləşir. İndi isə mən məhəlləsinə çıxıram. Bax, belə bir min məhəlləsi var. Bax, bura məhəlləsidir, bu cürdür. 2 tonluq su bakını görmək mümkündür. Bundan başqa stil sistemi 2 minutqadır, təzədir, elektronludur. Bax, bu cürdür. Bundan başqa onu da deyə bilərəm ki, deməli, bu həyət evi Heydər Əliyev prospektində yerləşən Kapital Bankdan bu həyət evinə qədər olan məsafə 180-200 metrdir. Qarşıda isə mətbəxini görürsünüz. Bax, qazılı pec, istirallı maşını bax bu cürdür. Burası isə otaqlardan biridir. Xaladilnik işlək vəziyyətdədir. Nə görürsünüz hamısı yenidən təkrar edirəm, işlək vəziyyətdədir. Burası isə zalıdır. Zalında olan əşyaları görmək mümkündür. Televizoru YouTube ilə işləyir. Hal-hazırda deməli İnternet xətti yoxdur, ancaq onun çəkilməsində mən dəqiq söz verirəm. Həmin gün, bax, burası deməli, gördüyünüz kimi zalıdır. Zalında olan əşyalar bunlardır. İndi, deməli, 3-cü otağa keçirəm. Bax, burada, deməli, yenidən İranski peçi görmək mümkündür. Qarşıda paltar üçün şkaflardır. Burası, deməli, 4-cü otaqdır. Bax, belə bir həyət evinin kirayə haqqı 350 manatdır qiymətində. Bir balaca razılaşma olmalıdır. Gördüyünüz kimi 4 ədəd kravatı var, yorğan döşəkləri var, pərdələri var. Hal-hazırda asılmayıb. Dediyim kimi növçülər də yerləşir. Almarketə yaxın bir ərazidir. Bax belə, sizlərə uğurlar.